Sələmçilər sizdən borcun faizini tələb edə bilərmi? Qanunvericiliyimizə əsasən faizlə borc verilməsi səlahiyyəti yalnız banklara, kredit təşkilatlarına və lombardlara məxsusdur. Bəs sələmçilər necə olur ki, faizlə borc verə bilirlər? Praktikada sələmçilər borc müqaviləsində faiz məbləğini göstərmir. Onlar sizinlə notarial və yaxud da kağız daşıyıcıda borc müqaviləsi bağlayırlar. Sələmçilər sadəcə borc müqaviləsində verilmiş borcu faktiki verilən məbləğdən daha yüksək göstərir. Tutalım, onlar sizə 5000 manat pul verirlər, lakin borc müqaviləsində həmin məbləğin 10.000 manat olduğunu qeyd edirlər. Siz isə əlacsız vəziyyətdə olduğunuzdan həmin müqaviləni imzalamaq məcburiyyətində olursunuz. Məsələ ən təhlükəli məqam da budur. Yəni siz şifahi olaraq razılaşdığınız borc məbləğindən daha yüksək məbləğə imza ataraq borc aldığınızı etiraf edirsiniz. Amma ehtiyatlı olmağınızı tövsiyə edirəm. Çünki siz şifahi olaraq razılaşdığınız tarixdə borcu razılaşdırdığınız məbləğdə geri qaytarsanız belə, müqavilədə nəzərdə tutulan məbləği sələmçilər sizdən yenə də tələb edə bilərlər. Bu halda sizin şifahi danışıqlarınızın başqa cür olmasını, müqavilədə yazanların həqiqəti əks etdirmədiyini sübut etmək sizin üzərinizə düşür. Məhz bu səbəblərdən sələmçidən borc götürməyi mən sizə tövsiyə etmirəm.